boynumun arxasına keyləşmə gəlirdi. Boynumu arxaya eləyəndə görürdüm ki, bədənim keyləşir, tok kimi keçirir. Ayaqlarımda, əlimdə keymələr var, əlimi açıb yuma bilmirəm, yeriyə bilmirəm, gücüm heç nəyə çatmır. İş qüvvəmi bir sözlə itirmişəm, işə də gedə bilmirdim. Yəni, çox pis vəziyyətdə idi. Cüzi bir sabunu götürüb, sabun belə əlimi eləyib sabunlayamırdım. O dərəcədə boynumun arxasında keyləşmə gəlirdi. Neçə müddətli belə idiniz? 2 ay belə idi doktor. Niyə bu qədər gecikdirdiniz bəs? Müalicələr götürdüm başqa yerlərdə. Heç bir xeyri olmadı müalicələrin. Əməliyyata gələndə qorxurdunmu? Əməliyyata qorxmurdum doktor. Bilirdim ki, göydə Allah yerdəsiz. Ona görə ürəklə gəldim bu əməliyyata. Əməliyyat şükür Allaha doktor çox gözəl keçdi, ağrı acısız keçdi. Heç özüm hiss eləmədim. Bir də gözümü açanda gördüm ki, palataya köçürülmüşəm. Çox rahat, heç bir ağrılarım da olmadı aylandan sonra. Çox rahat özümü, indi də şükür Allah, yaxşı hiss edirəm. Əlimi açıb yuma bilirəm, ayaqlarımda güc var. Yeriyəndə hiss edirəm ki, o əvvəlki 2 ayağın ayaqları deyil, 2 ayın əlləri deyil. Yəni güc qüvvədir ki, özümə qayıdıb Allahın köməyinə. Allah sizə can sağlığı, uzun ömür versin ay doktor. Sağ olun. Allah sizə çox əziyyət çəkirdim 2 ay müddətində belə. İndi şükür Allaha, göydə Allah yerdəsiz, canım qurtardıb xəstəlikdən. Çox adam qorxur ki, bu boyun əməliyyatları təhlükəlidir də, riskli əməliyyatdır. Əməliyyatdan sonra şikəst olaram, paraliz olaram, nə bilim, yəni qohum, qonşu, tanış hamı məsləhət verir, bilən bilməyən. Sizdə də belə mənfi məsləhət verənlər oldu mu ki, ehtiyatlı ol, şikəst olarsan, getmə, müalicə elətdir? Düz deyirsən doktor, elə deyənlər çox olur həmişə. Çünki deyirlər ki, qrijalar sinirin üstündə olur. Ora həkim güya məsuliyyətsiz səbəbindən toxunar, eləyən nəsə belə elə. Mən şükür Allaha dedim, qorxmuram, onsuz da yazan qurban olduğum Allahdır. Yəni doktorumuz da orada, gözəl doktorumuz var. Ona etibar eləyib girəcəm, qurban Allah. Heç nə olmaz inşallah. O da şükür Allaha, heç nə də sağ-salamat elə əməliyyatdan çıxdım. İndi də gücüm, qüvvətim, qollarım. Baxaq gör indi necə gəzirsən? Əsas yerişindir. Çünki sən ayaqlarını çətin sürütləyərəkdən gəzirdin. Sürütləyirdim, düzdür, hə doktor. Çünki keyləşmə vardı. Hərəkət eləyim, bu ayağım heç getmirdi demək olar. Sol tərəfim təmizcə getdikcə hiss edirdim ki, tutulurdu, gücüm çatmırdı. Xəstəmizin boynunda 5-ci və 6-cı fəqərəsində böyük yırtıq vardır. Yuxarıdan gələn omurğa kanalını ciddi şəkildə sıxırdı. Mikroskopik əməliyyat etdik, disk yırtığını xaric etdik və yerində təzə süni disk qoyduq. Bununla da əməliyyatımız sona çatdı.